Uşaqlar, bugünkü dərsimiz köməkçi niksələridir. Sizinlə keçmişdik, Səid, əsas niksələri hansıları idi? Hansı niksələrini keçmişdik sizinlə? Əsaslar hansıları idi? İsim, sonra sifət, say, əvəzlik, zərf və feil. Bugün isə keçəcək köməkçi niksələri. Bunun fərqi nədir əsaslardan? Köməkçi niksələri sual-cavab vermir. Leksi zakeni, leksi mənaları olmur. Ancaq qrammatik mənası olur. Soyuz частица. Hə. Demək bir də ki, onlar aralıqda kişinin pedlajeni cümlə üzvü olmur. Biz bugün keçəcəyik qoşmanı. Qoşmanın tərcüməsi posilogdur. Amma daha çox rus dilindəki predloqa uyğundur da, belə deyək. Nəyə görə? Predlog necədir? Əvvəldə də gələ bilir də, zatibə, məsəl üçün. Hə? Amma qoşma heç vaxt əvvəl gələ bilməz. Ona görə buna predlog demək biz düz çıxmır, posilog. Yəni kolindən sonra gəlir, sözdən sonra gəlir daha doğrusu. Və ismin 4 halına qoşulur. Biz ismin hallarını keçmişik sizinlə yadınızdadır. Hansılar idi? Yazma salın. Adlıq, yönlük, təsirlik, yerlik, çıxışlıq. Və ismin 4 halına qoşulur. 3'ü əvvəldən, biri sonundan. Adlıq, yiyəlik, yönlük və çıxışlıq halına qoşulur. Və qoşulan zaman müəyyən məna əmlə gətirir. Zaken əmlə gətirir. Hansı mənalar? Baxaq indi. Adı xala qoşulan, adı xalla yeri halının qoşmaları demək olar ki, eynidir. Adımızı götürək. Məsələn, götürəm Nəzrin. Nəzrin kimi, bax, kimi qoşmadı? Nəzrin tək, Nəzrin üçün, Nəzrin ilə, Nəzrin qədər, Nəzrincə. Yeri halda bunun kimidir. Sənin kimi, sənin əvəzlikdə bir sizmə istəməyindir. Sənin kimi, sənin tək, sənin üçün, sənin ilə, sənin qədər. Bu, demək olar ki, elə eyni oldu. Hansı mənanı bildirdi? Nəzir, bax, sənin üçün kitab aldım. Səbəb mənası bildirdi, haradasın, hə? Çox ki, deyirəm ki, onun kimi əskər olmaq istəyirik. Bənzətmə oldu, soçva. Başqa nə deyərik sonra? Quş tək uçurdu, o da bənzətmədir. Çox ki, deyirəm ki, Nəzrin ilə kinoya getdim. Birgəlik, sabmestisi oldu, birgəlik. Keçək yönlük hala. Yönlük hala baxın. Çox bir dənə söz deyə yeni yönlük halda şəhərə ya da evə. Evə tərəf, evə doğru, evə sarı. Nə bildirdi? Napravleni bildirdi. İstiqamət. İndi başqa mənası da var. Evə dək, evə cəm, evə qədər, evə kimi. Bu da nə oldu? Rastayani, məsafə. Yəni bildiniz, da doğmada belə çıxır, məsafə. Ayrı mənalar da, biri istiqamətdir, biri məsafədir. Bir də qoşulur axıncı hala, çıxışlıq halına. O yenə iki mənanı gətirir. Səndən başqa, səndən özgə, səndən savayı. Nə deməli? Krometibə. Krometibə. Yəni bunlar nə bildirdi? Savyeni, fərqləndirmə bildirdi. Bir də olur ki, bax, səndən əvvəl, səndən sonra, səndən qabaq, dünəndən bəri, datibə. Bildin? Bu da nə bildirdi? Zaman bildirdi. Bizim qoşmalarımız, hansılar fikir verirsə, hansılar qoşulmadı qoşmalarımız? Təsirlə yerliyə qoşulmadı. Yox, axırıncıya qoşuldu. Deməli, 3 dənə hala qoşulur əvvəldən. Adlıq, yiyəlik, yönlük, bir də axırıncılara qoşuldu çıxışlığa. Hansılar qoşulmadı? Yeliklə, təsirlə yerlik halından qoşulmadı. Onu yada saxlayın. İndi bura kimi öyrənmək çətin olmaz sizin üçün. Çətinlik nədə çəkir şagirdlər, uşaqlar? Bəzi qoşmalar amonimdir. Məsələn, bax, siz keçmişsiniz zərfi, elə deyil, daha necə keçmişdik sizinlə. Orada söz vardı, sonra, əvvəl. Burada da var. Necə ayıraq? Əgər sual cavab verirsə, bu zərfdir. Çünki köməkçi niksələrin heç bir sual cavab vermir. Deyirəm ki, sonra gələrsən. Nə vaxt gələrsən sonra? Bu bizə zərfdir. Amma desəm ki, səndən sonra Nəzrin gəldi. Bax, nə vaxt səndən sonra, ikisi belə deyirəm onu, görürsünüz. Ayrıca onu götürmürəm də. Səndən sonra. Bu bizə nə oldu? Qoşma oldu. O da bilirsən, heç vaxt qoşma cümlənin əvvəlində gəlməz. Bizə qoşma birinci gəlmir. Həmişə onun qabağında söz olmalıdır. Sonra başqa sözlər, bayaqdan danışırıq. Hansı sözlər var ki, amonimdir? Bax, Nəzrin, cavab verin, baxın siz. Tək sözü. Tək sözü həm qoşmada var, həm sifətdə var, həm də zəfdə var. Desəm ki, bir də onu qeyd edeyim ki, təkəcalı qoşmalar sözə bitişi yazılmalıdır. O da hansıdır? Təkdir, dəkdir, cəndir, ayrı yazılmaz. Oradan da bilmək olar ki, bu qoşmadır. Tək sözü həm sifətdə var, həm zərf kimi işlənir, həm qoşma kimi. Desəm ki, o evin tək uşağıdır, belə desəm, ismin qabağına qoysam nə olacaq onda? Sifət, priloqatin olacaq. Desəm ki, tək dayanıb,
Qlaqolun qabağına qoysam, zərf olacaq. Desəm ki, uşaq tək sevinirdi, bunu bitişi yazacağam. Hələ bu nə olacaq bizdə? Necə sevinirdi? Uşaq tək. Sözlə bir yerdə görürsünüz, cavab verir. Bu nə olacaq bizdə? Qoşma olacaq. Yəni bitişi yazılmanı da bilərsən ki, qabağında söz var. Hə? Hə. Əslində belə deyək, köməkçinin sırrı cümlə üzü olmur. Çiçeğin plajini olmur da. Onların altına xət çəkmirik heç vaxt. Biz sintaktik razbor eləyəndə, xəbər xəbər belə götürəndə onun altına xət çəkmirik. Amma qoşma hansı sözə qoşulubsa, o ilə bərabər çiçeğin plajini olur. Həmin sözlə bərabər gedir də, bildiniz. Altından xət çəkirik, bildiniz. Tutaq ki, desəm ki, mən evə tərəf getdim. Getdim olacaq xəbər. Mən olacaq mübtəda. Hara getdim? Haraya? Evə tərəf. Bir yerdə göstərəcək ona obstoятельства, zərflik. Bildiniz? Yəni bu bez iskuçeni vardı. Qoşma hansı sözlə bir yerdədirsə, altından xət çəkəndə bir yerdə çəkirik onu. Sonra orada başqa nə var ki, çaşdıra bilərsiniz onu. Sarı. Bax, sarı sözü səhvdə var, hə? Sarı bilirsiniz rəngdir də. Sən ki, sarı paltar almışdı. Necə paltar? Sarı paltar. Bilirsən ki, bu nədir? Sifətdir. Rəng bildirir də, bütün rənglər sifətdir. Amma sən evə sarı getdim. Bu nə göstərdi? Napoleoni evə sarı getmişəm. Bu artıq qoşma. Yəni evə sarı, evə tərəf, evə doğru getdi. Yəni Napoleoni bilir də orada. Bu olacaq bizdə qoşma. Sonra başqa özgə. Başqa özgə biz priloqativdə sifətdə də var idi. O sual cavab verəcək, həm də cümlənin əvvəlinə gələcək. Sən başqa adamlara inanma. Özgə adamlara söz demə. Hansı adamlara? Başqa adamlara. Bu bizdə sifət olacaq. Suala cavab verir, görürsünüz. Amma deyəndə ki, səndən başqa dostum yoxdur, səndən özgə rəfiqəm yoxdur deyəndə, bu bizdə olacaq artıq qoşma. Nə qaldı orada? Doğru sözü də. Doğru sözü uşağa baxın. Desəm ki, doğru danış. Qlaqolun qabağında onda nə olur? Zərf olur. Desəm ki, doğru söz acı olar. Sifəti oldu. Çünki ismin qabağında gəldi. Doğru söz. Sən ki, evə doğru getdi. Bu artıq nə bilirdir? Napoleoni olacaq bizdə qoşma. Yəni, ən azı buradan bilərsən ki, qoşma heç vaxt cümlənin əvvəlində gəlmir və suala cavab vermir. Bir də ən çox düşən nə olur? Mən belə rast gəlmişəm testlərdə. Əvvəl düşün, sonra danış. Bu nədir? Paslovisadır, atalar sözü. Bax, burada əvvəldə gəlib, vergül, əvvəl düşün, vergül, sonra danış. İkisi də elə bir ki, qabaqda gəldi. Bu bizdə zərfdir. Amma səndən əvvəl nigar gəldi, bu bizdə qoşmadır. Başqa görə nə demədi uşaqlar? Qoşma bağlı hər şey necədir? Ümumiləşdirmə aparaq. Qoşma nə oldu? Köməkçi niksələrindən biridir. Sonra leksik mənası olmur. Qrammatik, suallara cavab verir. Sonra Anonim olabilir. Amonim, bəzi qoşmalar amonimlərdir həm də. Sonra Tək hecalı sözün axırına. Tək hecalı qoşmalar sözə bitişi yazılır. Biz bunu predlog kimi tərcümə etsəydə əslində predlog rus dilində sözün əvvəlində gələ bilir. Bu isə ancaq sözdən sonra gəlir. Ona görə bu posilog demək daha düzgün olar burada. Başqa nə demək? Bir də iləni demədik. İlə də bizə lazımdır. Nəyə görə? İlə həm bağlacıda var sayüzdə. Biz sizlə bağlacını hələ keçməmişik. Həm də burada var. Bəs necə ayıraq onu? Baxın, bir cümlə deyirəm. Deyirəm ki, Banu ilə Nəzrin bir sinifdə oxuyur. Mən burada ilənin yerinə və qoya bilərəm. Nə deyil? Banu və Nəzrin. Bax, və qoyduğuma görə və də bağlacıdadır. Bu bağlacıdır. Amma desəm ki, Banu ilə konsertə getdik. Burada mən və qoya bilmirəm ki, ora. Onda nə olacaq bizə? Qoşmadır. Bir də testlərə düşür. Bir də ilənin qısaldılmış variantı var da, Lalə. Nicarla.